Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Biz indiyə qədər Allah həmd olsun, Rafizləri, yəni ki, biz şiyələri yalançı hesab eləyən Vəhabi Şeyxülislam olan İbn Teymiyənin 20 yalanını ifşa etmişik, 20 bəhs hazırlamışıq. Və Rafizilər kimi hər dəfə deyirəm, necə İbn Teymiyyə deyir, yer üzündə yalançı ikinci tayfa yoxdur. Və bu bəhsimizdə inşallah Teala bu kəzzab yalançı şeyxin Vəhabi Şeyxülislamın növbəti bir yalanına toxunacaq və bir Vəhabi özündə cürət tapıb bu bəhslərimizə cavab verməyib. Biz debat fərarisi və suallarımızdan, bəhslərimizdən qaçan hər iki Vəhabini bu məsələdən ötürü dəvət edirik, buyursunlar, öz şeyxlərini müdafiə etsinlər. Böyük İslam alimi olan Şeyxülislam İbn Teymiyyə də səhv axtarır, tapmağa çalışır. Halbuki həmin alimə Mizzidir, böyük əhl-sünnə alimləri Mizzi, İbn Həcər və digərləri Şeyxülislam adı veriblər. İbn Həcər rahimehullah deyir ki, Buxarını şərh edən İbn Həcər deyir, həqiqətən də İbn Teymiyyə haqq olaraq Şeyxülislamdır, İslamın şeyxidir. Və debat fərarisi başda olmaqla həmçinin digər İbn Teymiyyəni müdafiə edən Vəhabi var idi, o da gəldi. Suallarımız və bəhslərimiz qabağında qaçdı, getdi, fərariliyi elədi. Onlar başda olmaqla bütün Vəhabi ilahiyyatçılarını dəvət edirik. Buyurun, Şeyxülislamımızı müdafiə eləyin. Yalanlarını ifşa eləmişik. Cavabınız varsa buyurun, cavab verin. 700 ildir, 700 ildən çoxdur. Baxın, 700 ildən çoxdur. Heç bir şiə alimi və ya alimləri yığışıb ana Minhəcü Sünnə kitabına cavab yaza bilməyiblər. Niyə görə? Çünki cavab vermək qüdrətində deyirlər, səviyyəsində deyirlər. Siz ona cavab verə bilməzsiniz. Çünki elə mükəmməl rədd edib ki, siz ona cavab verə bilməzsiniz. Mümkün deyil yəni. Minhəcü Sünnət-i Nəbəviyyə kitabında 7-ci cild təhqiq Doktor Muhammed Rəşad Səlim. Səhifə 51-də Əllamə Hillinin rahiməhullah göy cavabını verir. Əllamə Hilli rahiməhullah səhifə 52-də buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm İmam Əli əleyhissalam haqqında buyurdu ki, mən kuntu mavlahu fəaliyyun mavlah. Mən hər kimin rəhbəriyəm, mövlasıyım, Əli onun mövlasıdır. Allahumma vali mən valahu və adi mən adahu və ansur mən nasarahu və xızul mən xəzələhu. Allahım onunla dost olanla dost ol, düşmən olanla düşmən ol, ona kömək eləyənə kömək et, onu təş qoyana kömək etməyənə kömək etmə. Bu bəhsimizdə vansur mən nasarahu vaxtul mən xəzələhu haqqında danışırıq ki, 52-ci səhifədə İbn Teymiyyə bunu gətirir, deyir ki, Əllamə Hilli belə iddia eləyir və gəlir 55-ci səhifədə deyir ki, əl-vəchu sadisu, 6-cı vəch. Deyir, ənnə duaən nəbiyyi sallallahu aleyhi və alihi və səlləm mucabun. Deyir, Peyğəmbərin duası qəbul olunan duadır. Və həzə duau leysə bi mucab. Bu dua qəbul olunan dua deyil, qəbul olmayıb tarixdə. Fəulimə ənəhu leysə min duain nəbiyyi sallallahu aleyhi və alihi və səlləm. Və məlum olur ki, bu Peyğəmbərin duası deyil. Biz İbn Teymiyyənin yalanını ortaya çıxartmaq üçün Əl-Əhadis-ül-Muxtara kitabına müraciət edirik. Həmbəli məzhəbli Diyaüddin Məqdisinin kitabıdır. 2-ci cildə müraciət edirik. Səhifə 106-da 481 rəqəmli rivayəti gətirib, zeylində deyir ki, isnaduhu sahihun, isnadı səhihdir. Səid ibn Vəhbdən nəql edir ki, o belə dedi. Qalə Aliyun, İmam Ali əleyhissalam dedi, Ənşudullahə mən səmi'ən nəbiyyə sallallahu aleyhi və səlləm yəqulu yevmə qədir xummin Allahu veliyyi və ana veliyyul mu'minin. Mən kuntu mavlahu fa'aliyyun mavlah. Allahumma vali mən valahu və adi mən adahu və ansur mən nasarah. Deyir ki, İmam Ali əleyhissalam Qədrxum günü belə dedi. Allaha and verirəm, hər o kəsi ki, Peyğəmbərin belə dediyini eşidib. Allahu veliyyi, Allah mənim vəlimdir. Və ana veliyyul mu'minin, və mən möminlərin vəlisiyəm. Mən hər kim mövlasıyam, Əli onun mövlasıdır. Allahım onunla dost olanla dost ol, onunla düşmən olanla düşmən ol, ona kömək eləyənə kömək elə. Baxın, İmam Ali əleyhissalam şəhadət verir ki, Peyğəmbərdən bu sözü kim eşidib Qədrxumda? Durub şəhadət versinlər. Deməli, İmam Ali əleyhissalam etiqad edir ki, Peyğəmbər belə söz deyib. Amma İbn Teymiyyə deyir ki, bu Peyğəmbərin belə bir duası olmayıb. Həmçinin Əl-Bidayəti və Nihayyə kitabına müraciət edirik. 5-ci cild Məktəbətül Məarif tərəfindən çap olunan nüsxə İbn Teymiyyənin öz tələbəsi İbn Kəsirin kitabıdır. 210-cu səhifədə həmin məsələni gətirir. Deyir ki, İmam Ali əleyhissalam rəhbə məntəqəsində belə buyurdu.
Enşudullaha raculen semi'a Rasulullah sallallahu aleyhi ve aleyhi ve sellem yevme Qadirxum yaqul. And verirəm Allaha o kəsi ki, Peyğəmbərin Qədirxum günü belə dediyini eşidib. İnnallaha valiyyul müminin və mən kuntu valiyyahu fəhəzə valiyyuh. Həqiqətən də Allah möminlərin vəlisidir. Mən hər kimin vəlisiyəm, Əli onun vəlisidir, bu onun vəlisidir. Allahumma vali mən valahu və adi mən adahu və ansur mən nasarahu. Allahım, onunla dost olanla dost ol, onunla düşman olanla düşman ol. Vansur mən nasarahu. Ona kömək eləyənə sən də kömək elə. Sonra davamında deyir ki, və kəzəlikə rəvahu şu'bə an Əbi İshaq və həzə isnadun ceyyidun. Rəvahu Nəsaiyyü eydan min hadisi İsrail an Əbi İshaq və davam edir. Deyir ki, həmçinin deyir bu rivayətin sənədi ceyyiddir, yaxşı bir isnadı var. Həmçinin bunu Nəsai öz kitabında qeyd eləyib. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.